üstü qaysaqlanıb səni narahat etməyə bilər. Onun üçün də sən heç olmasa gün aşırı yumuşaq şəkildə tualetə getməlisən. Süd verib verməməklə asılı olmayaraq yeməklə tarazlaya bilərsən. Zəhmət olmasa gündə 3 və ya 4 dəfə normal şəkildə yemək yeyin. Orada var, olmaz və olarlar. Onlar siyahısından yeyirik. Yarpaq dolması yemirik, acılı şeylər yemirik. Mərci, lobiya, paxla yemirik. Bəli, şirniyyat basıb yemirik, unlu şirniyyatlar. Arada bir şokolad falan belə bir şeylər olar. Amma şirniyyat yemirik. Ağ çörək yemirik, qara çörək yeyirik. Normal su içirik, tərəvəz eləyirik yanında, salat eləyirik. Hər yeməyin yanında salat yeyiləcək. Qəmətdən axşam. Kərə yağı istifadə olunacaq. Səhər-səhər qayağanaq eləyirsən, pomidor yumurta eləyirsən, kükü eləyirsən, gerkules eləyirsən, nə eləyirsən elə, içinə bir balaca kərə yağı.